Hər vaxtınız xeyir olsun Yeni TV-nin hörmətli izləyiciləri. Son illər dünyada su təchizatı ilə bağlı narahat edici tendensiyalar mövcuddur. Hətta bir sıra beynəlxalq ekspertlər gələcəkdə su müharibələrinin qaçılmaz olduğunu bildirirlər. Bu kontekstdə Azərbaycan milli su təhlükəsizliyini gücləndirmək üçün yeni hədəflər müəyyənləşdirir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə su mənbələrinin yenidən qurulması, bərpası, istismara verilməsi bu sahədə yeni mərhələnin əsasını qoyur. Biz bu buraxılışımızda bu mövzu ətrafında müzakirə aparacağıq. Mövzu ilə bağlı suallarımızı studiyamızın qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov cavablandıracaq. Ceyhun müəllim, xoş gördük sizi. Xoş gördük. Bəli, Ceyhun müəllim, ümumiyyətlə dünyada tez-tez su təchizatı ilə bağlı problemlərdən danışılır. Az öncə də qeyd etdiyim kimi su müharibələrinin qaçılmaz olduğu bildirilir. Və Azərbaycanın belə bir şəraitdə öz milli su təhlükəsizliyini gücləndirməsi hansı mənanı daşıyır? Bəli, əslində biraz bundan əvvəl siz də qeyd etdiniz. Ümumiyyətlə bugün dünyada ən çox müzakirə olunan məsələlərdən biri bir müddətdən sonra dünyamızda su ilə bağlı ciddi problemlərin yaranması məsələsidir. Bu artıq özünü göstərir, iqlim dəyişir, bəzi ölkələrdə artıq su ilə bağlı ciddi problemlər var və belə bir proqnoz da var ki, zaman gələcək müharibə su mənbələri üzərində olacaq. Çünki bugün biz baxırıq, zaman-zaman müxtəlif münaqişələr də baş verir, hansı ölkələr arasında və bu da suyun bölüşdürülməsi ilə bağlı olan məsələdir. Əslində burada da bir beynəlxalq hüquq var və normalar var. Ancaq indi nəzərə alsaq ki, bütün bu hüquqlar və normalar açıq-aydın şəkildə müxtəlif dövlətlər tərəfindən pozulur. Biz deyə bilərik ki, o mənada bugün bu problem bütün dünyanı narahat etdiyi kimi Azərbaycanı da narahat edir və onu xüsusi qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi bu dəfə də cənab prezident ölkəmizi narahat edən ciddi bir məsələ ilə bağlı bir müşavirə keçirdi və orada bir neçə istiqamətdə özünün mövqeyini açıqladı. Yəni Azərbaycanın bugün baxışı nədir? Gələcəkdə biz nə gözləyirik? Ölkəmizdə bugün hansı addımlar atılır və hansı addımlar atılacaq və o mənada bu müşavirə Azərbaycanın su təhlükəsizliyi ilə bağlı önəmli bir iclasdır və burada bildiyiniz kimi məruzələr də oldu və mövcud problemlərin dövlət tərəfindən dəqiq təhlil edildi və bunların həlli üçün addımların atılmasının planlaşdırıldığı burada xüsusi qeyd edildi. Yəni Azərbaycan gələcəkdə özünün su ilə bağlı yarana biləcək təhlükələrini bilir və bunların qarşısını almaq üçün də davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir və bu prosesə hazır olmaq üçün də cənab prezident tərəfindən aidiyyatı strukturlara önəmli tapşırıqlar və göstərişlər verilir və növbəti müşavirədə də biz bir daha bunun yenidən xatırladıldığının şahid olduq. Və əsas məsələlərdən biri də 2026-2035-ci illəri əhatə edən dövlət proqramında da qeyd olunur ki, 30-a yaxın su anbarı tikilməlidir. Bu Azərbaycanı hansı gələcək risklərdən qorumuş olacaq? Bəli, yəni biz biraz bundan əvvəl qeyd etdik, iqlim dəyişikliyi, suyun azalması məsələləri və digər. Ona görə bugün Azərbaycan gələcəkdə belə bir problemi yaşamamaq üçün indidən müxtəlif addımlar atır. Yəni cənab prezident onu xüsusi qeyd etdi ki, 4 böyük su anbarı tikilibdir. İndi isə sizin də qeyd etdiyiniz kimi artıq bu istiqamətdə 30-a yaxında demək, anbarın tikilməsi planlaşdırılır. Çox önəmli bir məsələdir ki, biz torpaqlarımızı azad edərkən bəlkə də toxunacağıq. Əldə etdiyimiz ən böyük üstünlüklərdən biri də əsas su hövzələrinə çıxışımızdır. Və bu su anbarlarının tikilişi də əslində bu prosesə böyük bir töhfə verəcək. Bilirsiniz, baxın, mən bunu o gündə bir müzakirədə qeyd etdim. Biz 10 il bundan əvvəlki dövrlə bugünü müzakirə etdikdə Bakının su təchizatında nə qədər irəliləyişin olduğunu görürük. Yəni siz təsəvvür edin ki, hətta Bakının çox uzaq olmayan şəhər mərkəzinə yaxın ərazilərində su saatla verilirdi. Yəni Nizami rayon olsun, müxtəlif rayonlarda, amma bu məsələ artıq həllini tapıbdır və insanlar davamlı su ilə təmin olunur.
İndi isə əhalimiz artır. Bizim artıq 10 milyon əhalimiz var. Ona görə burada artıq müəyyənləşdirilib ki, hansı bölgələrdə bu anbarların tikilməsinə ehtiyac varsa, o anbarlar tikiləcək və bu məsələ həllini tapacaq. Bilirsiniz, biz tarixə də ekskursiya eləsək, cənab prezident əslində qeyd etdi. Oğuz-Bakı su kəmərinin özü bu prosesə nə qədər töhfə verdi. Yəni son illər bir neçə istiqamətdə ki, bu addımlar atıldı. İndi isə yeni su anbarlarının yaradılması və bu su anbarlarının yaradılması da əsas töhfəni ona verəcək ki, əhalinin su təminatı daha da yaxşılaşdırılacaq. Çünki bütün bu addımlara baxmayaraq, qeyd etdiyim kimi, əhalinin sayı artır və bu ciddi bir məsələdir. Bizim bir neçə il bundan əvvəl 7-8-9 milyon əhalimiz varsa, artıq 10 milyon əhalidir. Bakının özündə əhali var və bu təminat üçün də bu anbarlar tikiləcək və bunun da əsas məqsədi qeyd etdiyimiz kimi əhalinin suya ehtiyacının təmin olunması, ən önəmlisi isə təhlükəsizliyin təmin olunması. Yəni bu nə qədər sadə bir cümlə olsa da biz deyirik su həyatdır. Çünki bizim bütün həyatımız sudan asılıdır. Yəni istər qida olsun, istər digər məsələlər olsun. Ona görə bu anbarların tikilişi də ölkənin müxtəlif bölgələrində əhalinin suya olan ehtiyacına öz mühüm töhfəsini bir mənalı olaraq verəcək. Azərbaycanda su mənbələrinin təxminən 1/4 işğaldan azad olmuş ərazilərdə yerləşir və az öncə siz də qeyd etdiyiniz kimi Vətən müharibəsində əldə olunan qələbədən sonra əsas su hövzələrinə biz çıxış əldə etdik. Onda biz belə bir qənaətə gələ bilərikmi ki, uzun illər Azərbaycana qarşı da su müharibəsi aparılıb və artıq Azərbaycan bərpa yolundadır? Bir mənalı bilirsiniz, əslində bizim Vətən müharibəsində qələbəmiz bizə bir çox istiqamətlərdə böyük üstünlük qazandırdı. Amma burada bizim əldə etdiyimiz ən böyük üstünlüklərdən biri də bizim bu ərazilərdəki suya olan ehtiyacımızın ödənilməsidir. Sərsəng olsun, digərləri olsun. Bilirsiniz ki, cənab prezident də qeyd etdi, Ermənistan Azərbaycana qarşı su terrorunu həyata keçirir. Yəni, cənab prezident onu xüsusi vurğuladı ki, bizə su lazım olanda həmən suları bağlayırdılar. Sonra isə bir müddətdən sonra o suyu açaraq bizə ziyan vurmağa çalışırlar. Hətta bu sular vasitəsilə, kanallar vasitəsilə biz bir sıra hallarda minaların da bizim ölkəmizə daxil olduğuna şahid idik və bununla bağlı da bir çox hadisələr olmuşdu. Artıq bu su anbarları bizdədir və bu su anbarları həmin bölgələrin, işğaldan azad olunmuş ərazilərin suya olan ehtiyacının ödənməsinə böyük bir töhfə verəcək. Çünki əslində bizim bir sıra rayonlarımızda bizim ciddi problemlərimiz var. Yəni söhbət ondan gedir ki, ərazinin suvarması ilə bağlı ciddi çətinliklər vardır. Artıq bu anbarlar bizdədir və bu anbarlar vasitəsilə də artıq bizim əkin sahələrimizi sulamaq və eyni zamanda burada əhalinin suya ehtiyacını ödəmək üçün çox geniş imkanlar yaranıb. Və bundan əlavə də bizim çaylarımız da var idi ki, bu çaylar da yəni Ermənistanda idi. Ermənistan da bu çaylarla bağlı, yəni bəziləri işğal olunmuş ərazilərdə idi və bu çayların çirkləndirilməsi, bu çaylardan başqa məqsədlərlə istifadə olunmasını da biz görürük. Artıq isə hətta işğaldan azad olunmuş ərazilərdə anbarların tikilməsi və bu istiqamətdə addımların atılması üçün işlərə başlayıb və hesab edirəm ki, bu da bu ərazilərdə əhalinin suya olan ehtiyacının ödənilməsinə böyük töhfə verəcək. Xüsusilə də söhbət kənd təsərrüfatı ilə gedir, yəni aqrar sahə ilə bağlı gedir və hesab edirəm ki, bu mənada da bu məsələ böyük bir üstünlüyü bizə saxlayacaq. Və Ceyhun müəllim, siz Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edirsiniz. Cəbrayıl rayonunda su təminatı ilə bağlı real vəziyyət hansı səviyyədədir? Bilirsiniz, burada Cəbrayıl ilə bağlı vəziyyət belədir. Yəni, Cəbrayılda bizim digər bölgələrimizdən fərqli olaraq çaylarımız yoxdur. Bilirsiniz ki, çaylar əsasən digər rayonlarda, tutaq ki, Qubadlı rayonunda, Laçında və bizim digər rayonlarımızda çaylarımız var. Cəbrayılın üstünlüyü nədir? Cəbrayılda demək olar ki, ən su ilə bağlı önəmli məsələ Cəbrayıl kəhrizlərlə məşhur olubdur.
və deyə bilərik ki, Azərbaycanın ən çox kəhriz olan ölkələrdən biri də, daha doğrusu bölgələrdən biri də, rayonlarından biri də Cəbrayıldır. Yəni burada çox böyük potensial var, çox böyük imkanlar var. Hazırda bilirsiniz ki, Cəbrayılın rayon mərkəzinə köç var. Burada artıq əhalinin sudan istifadə etməsi üçün dövlətimiz tərəfindən böyük işlər görülüb, böyük quruculuq, abadlıq işləri görülüb. Orovluda, indi bu günlərdə Şükürbəyli Mahmudluda, Sultanlı kəndində və bugün yəni Cəbrayıl rayonunun suya olan ehtiyacının ödənilməsi üçün bütün addımlar dövlətimiz tərəfindən atılır. Və burada yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bilirsiniz ki, Xudafərin istiqamətində də böyük bir su anbarı tikilibdir. Və bu su anbarı da o bölgə ətrafının, yəni suya olan ehtiyacının ödənilməsi baxımından da xüsusi önəm daşıyır. Yəni bu istiqamətdə hazırda işlər görülür. O mənada yəni biz deyə bilərik ki, artıq dövlətimiz köçürülən əhalinin suya olan ehtiyacının ödənilməsi, həm də gələcəyə doğru kənd təsərrüfatı sahəsində bu tələbatın təmin olunması üçün addımlar atılır və bu istiqamətdə də ciddi işlər görülür. Artıq Cəbrayılda da yeni əkin sahələri var və bu əkin sahələrinin suvarılması üçün də qeyd etdiyim kimi zəruri addımlar atılır. Yəni əslində Xudafərin körpüsü ətrafında tikilən o dövrdə müəyyən işlər görülmüşdü və Azərbaycan İranla danışıqlar apardı və hesab edirəm ki, bax burada Qız qalası və o ətrafda olan suyun təmin olunması, əhalinin istifadəsinə verilməsi istiqamətində də bu prosesə, bu atılan addımlar öz töhfəsini verəcək. Və elə bu atılan addımlardan biri də odur ki, dövlət başçısı müşavirədə qeyd etdi ki, ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodu tikiləcək. Bunu Xəzər dənizinin çiklənməsi ilə əlaqələndirdi ki, əsas hədəflərdən biri də dənizə atılan suların 100% təmizlənməsidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlara qonşu ölkələrin qoşulması da nə dərəcədə mümkündür? Çünki dövlət başçısı qeyd etdi ki, yəni bugün Xəzər dənizinin çiklənməsi tək Azərbaycanın deyil, ümumilikdə regionun problemidir. Əslində bizim bugün Xəzər dənizi ilə bağlı bildiyiniz kimi bir neçə problemimiz var. O problemlərimizdən biri çiklənmədir, Xəzərin quruması məsələsidir və onu xüsusi qeyd etmək lazımdır ki, Cənab Prezident bütün çıxışlarında bu məsələni qaldırır. Yəni Xəzərdə suyun azalması və suyun çiklənməsi məsələsi orada Cənab Prezident qeyd etdi. Yəni kanalizasiya sisteminin təxminən 50% civarında demək təmin olunması, qurulması, bunun 95%-ə çatdırılması ilə bağlı Cənab Prezident çox önəmli və vacib bir göstəriş verdi və Xəzər dənizi ümumiyyətlə dünyada unikal su hövzələrindən biridir və təbii ki, burada da biz çiklənməni görürük və Cənab Prezident onu xüsusi vurğuladı ki, Xəzər dənizinin çiklənməsinə səbəb olan məsələlərdən biri də çirkab sularının dənizə axıdılmasıdır. Yəni bu ciddi bir məsələdir. Azərbaycanda bu istiqamətdə işlər gedir və biz çox ümid edirik ki, Rusiya, Türkmənistan, Qazaxıstan və digər ölkələr də bu prosesə qoşulacaqlar və Xəzərin çiklənməsinin qarşısını ciddi bir formada alacaqlar. Burada ən önəmli məsələlərdən biri isə sizin qeyd etdiyiniz kimi duzsuzlaşdırma məsələsidir ki, Azərbaycanda artıq bu istiqamətdə iş gedir. Yəni xarici sərmayə əsasında Azərbaycanda bir zavod tikiləcək və bu zavod da bizim suya olan ehtiyacımızın ödənilməsinə öz töhfəsini verəcək. Yəni burada iki istiqamətdə işdən söhbət gedir. Çirkab sular axıdılmır və eyni zamanda dəniz suyu ilə bağlı addımlar atılır və qeyd etdiyim kimi region dövlətləri ilə də bu müzakirələr davamlı aparılır ki, çiklənmə baş verməsin. Region ölkələri ilə davamlı müzakirələr aparılır, qeyd etdi Ceyhun müəllim. Çiklənmənin qarşısını almaq üçün regional mexanizmlər yetərlidirmi, yoxsa daha başqa bir addımlar atılması da vacibdir? Əslində, bayaq biz dedik, yəni bütün bu məsələlərin bir beynəlxalq hüquqda mexanizmi var. Amma nəzərə alsaq ki, artıq bu mexanizmlər çox təəssüf ki,
bir sıra hallarda işləmir. Burada artıq regional əməkdaşlıq çox önəmlidir. Yəni biz nəzərə alsaq ki, tutaq ki, Rusiya ilə müzakirələrdə əslində bu məsələlər qaldırılır və bir də bizim digər bir neçə respublikamız var ki, onlar Türk respublikalarıdır. Yəni söhbət Türkmənistandan, Qazaxıstandan gedir. Biz onlarla Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edirik. Və bu çərçivədə onlarla bizim müzakirə aparmaq üçün çox geniş, yaxşı bir platformamız var. İranla da bizim müəyyən bir əməkdaşlığımız var və hesab edirəm ki, burada nə qədər nəzərə alınmasa da bir sıra hallarda beynəlxalq hüququn tələblərinə əməl edilməlidir. Və eyni zamanda dövlətlər özləri də bu məsələdə maraqlı olmalıdır. Çünki mən bayaq dedim, yəni Xəzər bütün mənada unikal bir su hövzəsidir, dənizdir və burada həm sərvətlər, yəni təkcə bu deyil, bir neçə məsələ var burada. Suların çirkləndirilməsi, indi baxın, dənizin çirkləndirilməsi biz tez-tez dəniz pişiklərinin, su itilərinin, bəzən balıqların məhv olduğunu şahid oluruq. Ona görə də bu mənada mən düşünürəm ki, dövlətlərarası komissiyaların iclaslarında da bu məsələlər qaldırılır. Qeyd etdiyimiz Türk Dövlətləri Təşkilatı, bu məsələlər onsuz da müzakirə olunur. Sadəcə bu çərçivədə müzakirələrin daha da genişləndirilməsinə ehtiyac var. Çünki burada bir neçə vacib məqam var. Yəni bu məsələ hər bir ölkəni ciddi bir formada narahat edir. Və burada əsas məsələlərdən biri də odur ki, dövlət başçısı bugün görülən işlərlə yerindəcə tanış olur. İstər ölkə daxilində, istər işğaldan azad olunmuş ərazilərdə vəziyyət elə təsadüfi deyil ki, bu yaxınlarda işğaldan azad olunmuş ərazilərə Tərtər və Ağdərə rayonlarına səfər etdi və orada bir sıra infrastruktur obyektlərinin açılış mərasimində iştirak etdi, yerli sakinlərlə görüşdü. Bununla bağlı hansı mesajlar verilir? Bəli, əslində biz cənab prezidentin işğaldan azad olunmuş əraziləri səfəri çərçivəsində müxtəlif demək, infrastruktur layihələrin icrası ilə yaxından tanış olduğunu görürük. Misal üçün biz o dövrə baxsaq Şuşa ilə bağlı görülən işlər, su təchizatı ilə bağlı o vaxt cənab prezident yerində baxıb təhlil etmişdi. İstər digər bölgələrimizlə də bağlı bunu deyə bilərik ki, cənab prezident səfərlər zamanı bu tikilən, inşa olunan evlər, binalar, onların təminatı ilə bağlı məsələlərlə maraqlanır. Və biz cənab prezidentin son səfərini də hər zaman olduğu kimi çox səmərəli və çox məhsuldar bir səfər kimi qiymətləndirməliyik. Çünki burada həm əhalinin köçündən söhbət gedir, cənab prezident qeyd etdi, 72 min bu kifayət qədər böyük bir rəqəmdir. Və eyni zamanda burada qeyd etdiyimiz kimi əhalinin suya olan ehtiyacı olsun, yeni zavodlar, fabriklər, Azərsilahın böyük bir müəssisəsi yaradıldı. Müdafiə Nazirliyinin yeni bir müəssisəsinin təməli qoyuldu və bütün bunlar onu göstərir ki, cənab prezident bu prosesi bütövlükdə özü bir xüsusi diqqətdə saxlayır və burada görülən işlərlə yaxından tanış olur və özü də müvafiq tapşırıqlarını verir. Siz ümumi baxanda çox mürəkkəb bir məsələdir. Özü də qeyd etdi, su təminatı var, qaz təminatı var, işıq təminatı var. Yəni bugün istər Kəlbəcər olsun, Cəbrayıl olsun, digər ərazilər olsun, burada hər şey ən yüksək formada təmin olunub və ən yüksək formada həyata keçirilir. Yəni bütün bunlar təkcə infrastruktur layihələrinin həyata keçirilməsi və yaxud bərpası deyil, həm də sakinlərin öz doğma yurdlarına təhlükəsiz şəraitdə qayıtmasına yönəlmiş addımlardır. Minnətdarıq sizə Ceyhun müəllim, dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Belə dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt başa çatdı. Bir daha qeyd edim ki, studiyamızın qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov idi. Sağ olun, sağlıqla qalın.